Salih, sabahınız xeyir olsun. Sabahınız xeyir Fatih. Salamlayıram sizi hamınızı, qonağınızı salamlayıram. Çox gözəl mövzu qaldırmışsınız bu günləri. Bizdə bir fitness mərkəzi var, Vetir Fitness. Onun deməli sosial şəbəkələrdə səhifələri də var. Instagramda da və Facebook səhifəsi də var. Və orada təbliğat aparırıq və siqaretə necə qarşı. Məsələn, tələbələr biz oraya yazırıq ki, hər iki gəncdən bir demək olar ki, Azərbaycanda siqaret çəkir. Və biz bilirik ki, hamımız bilir ki, maariflidir ki, yəni siqaret hansı fəsadlar yaradır, insanın orqanizminə hansı zərbələr endirir. Amma biz başqa tərəfi vurğuladıq orada, qaldırdıq. Dedik ki, məsələn, orta hesabla bir paçka siqaret 3-4 manatdır. Okay. Əgər nəzərə alsaq ki, ay ərzində bir paçka siqaret çəkir hansısa bir gənc, yaxud tələbə, bu ona ayda arası 90-120 manata gəlir başa yadır. Yəni bunun cibinə dəyən zərbə. Ancaq siqaretə görə. Əgər bu bir paçka çəkirsə, təbii ki, 2 paçka ayda, 3 paçka çəkirsə, bu rəqəm 2 və 3 dəfə artır. Və biz orada deyirik ki, yəni bununla siz öz orqanizminizə zərbə endirməklə bərabər öz cibinizə də zərbə endirirsiniz. Maddi zərbə endirirsiniz. Və biz olaraq bəli eşidirəm. Həqiqətən doğrudan bu pula elə bayaq barəsində danışılan misal üçün idmana xərcləsələr gənclər. Biz də bəli, tamamilə düzdür. Bir dəfə dostumla oturduk hesabladı, o sigaret çəkdirdi. Mən ona dedim ki, gəl hesablayaq nə qədər qənaət edəmək olar. Sən bir gündə bir paçka çəkdirəm və çəkdiyi sigaretin dəyəri yəni 3 manat civarındadır. Dedim ki, yəni sənin qənaət etdiyin pula bir ildə 2 dəfə xaricə getmək olar. Tamamilə düzdür. O weekenddə mi gedəcək? Bir dəfə tambalı belə bir həftəlik səfər eləmək. Tamamilə düzdür. Yayda Antalya səfərinə deyirəm, sən özünü sıxmadan, boğmadan gedə bilərsən.